Çox hələ danışacağıq sonra. Salam, hər vaxtınız xeyir, hörmətli həmvətənlərim. Şakirzadə ilə, Şakir qardaşımızla Xroningen şəhərindən sizi salamlayırıq və Azərbaycan bayrağı asılıb. The Family of Dictators buradadır. Siyasi məhbuslar buradadır. Hamısı olmasa da gücümüz çatdığı qədər çəkib yapışdırdıqlarımız buradadır. Və sizi birinci Azərbaycanın ən sevimli bugünkü hitlərindən, ən xalqımızın sevdiği mahnı ilə salamlayacağıq. Qulaq asın, dinləyin, öpürük sizi. Qorxusundan bayrağı da düzəltməyər. Gördünüz da şəkili. Şakir, aksiyamıza başlayırıq. İndi biz çalışacağıq insanlarla ünsiyyət quraq. Amma bugün çox hərəkət etməyəcəyik. Biz meydandayıq. Meydanlardan hələ ölümüz gedəcək. Yəni, fərqi yoxdur mən harada yaşayıram, kim harada yaşayır, hamı bilir. Biz meydana çıxmışıq. Ölümüz də getməyəcək. Bəli, bilsinlər ki, biz yağış, bax göydən bu saati yağış yağır. Bizim üçün fərqi yoxdur. Biz burada durmuşuq. Hollandiya xalqı da şəkərdən deyil, heç biri şəkər deyil ki, əriyələr. Yəni, küçələrdədirlər, istəyən gəzir, istəyən gəzmir. Bax, uşağının əlindən tutub, həmrəylik saatına görə sizi bir daha salamlayıram. Burada mənim yadıma bir anekdot düşür, Şakir. Sən biraz Rusça yaxşı bilmirsən, amma bu anekdotu danışacağım. Rus anekdotudur. Rabinoviç 90 yaşı var, küçüylə beləsinə gedirmiş. Bir dənə də Rus vətəndaşı deyir ki, Rabinoviç, как твое здоровье? Rabinoviç də deyir ki, не дождешься. Başa düşdünüz da nə deməkdir yəni? Mən başa düşdüm. Sən başa düşdün də, yəni Rus Rabinoviç 90 yaşında Yevreyə deyir ki, yəni sağlamlığın necədir? Yəni vot-vot öləsən. Rabinoviç də deyir ki, ne дождешься? Yəni görməyəsən mənim ölümümü. İndi onun kimi bizi artıq deyəsən bastırıb çoxları elə bilirlər ki, biz səhnədən getmişik. Yox. Bu yola çıxmamışıq. Bəli. Bu qatar uzun bir qatardır. Stansiyadan çıxıb gedir Azadlıq meydanına, Bakıya, Azərbaycanın azadlığı gününə qədər. O qatara minib düşən çox olacaq. O qatarın son stansiyasına çatan çox olacaq. Amma o qatara kim necə bilet alıb, hansı səbəblə, hansı məqsədlə, harada düşəcək, biri Qazaxda düşəcək, biri Gəncədə düşəcək, biri Qarabağın yanından keçəndə düşəcək, Bərdədə, nə bilim, Lerikdə düşəcək. Amma biz ölümümüz o qatardan düşməyəcəksə, Azadlıq meydanına qədər gedəcəyik, gözəl xalqım. Deyir ki, əgər inqilaba ölülər lazımdırsa, birinci ölü olmağa hazıram. Bu qədər insanlardan soruşaq görək, kim nə bilir Azərbaycan haqqında. Çoxları deyirlər ki, ətrafına fikir ver Orduxan, neynə Şakir, gəl bura. Bax, bu Şakir. Azərbaycan hakimiyyətinin birinci növrəli yalançı İlham Əliyevin o idmana dəstək, nə bilim, nə söhbəti var ha. Ondan əziyyət çəkmiş bir uşaqdır, çəkib gəlib bura, özdəki super futbolçudur. Yəni futbolla məşğul olub. İndi Şakir bugün mənim yanımdadır. Sabah Şakir gedib üzr istəyirəm, bir səhv hərəkət edəcəksə, mən sənə cavab deyəm Şakir. Heç kimə cavab. Şakir səmimi olaraq mənə yaxınlaşır, mən də ona yaxınlaşıram Azərbaycandakı diktaturaya qarşı vuruşmaq üçün. Mən indi sabah Şakir gedib bir iş görəcək, bir pis iş görəcək. Deyəcəklər ki, bunu Orduxan eləyib. Hər kəs özünə cavab deyir. Kim 18 yaşından aşağı deyir, atası deyir ki, əlindən tuta bunu elə deyir. Yox, 18 yaşına çatanda da deyir ki, bilirsən nə var ata? Məni doğmusan, böyütmüsən, eyvallah, sənin yolun o tərəf, mənim yolum bu tərəf. Bu nə deməkdir? Yəni, o fikirlərinizdən çox xahiş edirəm. Bəli, ola bilər ki, axsaqqallıq edə bilməmişik, nə bilim, sözümüz keçməyib, o da yenə nümunə olaraq, bax, bugün mən meydandayam. Xroningendə, bax, bu Xroningen şəhərində 30 dənə tələbə var. Azərbaycanın ən azından ha, bəlkə də hamısı da izləyir. Bax, bunlar ne? Goeiedag, ik heb een vraag. Als jullie niet willen, dan kunnen niet in de camera komen. Als jullie willen, dan kunnen ook in de camera komen. Ja, geen zin in de camera. Wat weten jullie over die dingen? Over de vlag, over de foto's? Sind das Eingesperrte von... sprechen jullie Deutsch? En Engels? A little bit English? Deutsch. Okay, because I can't translate it. My German is very
Deutsch is beetje. You know what kind of flag is that? Welke flag is that? Turkish? No. No. Azerbeijan. Azerbeijan. Oké, en wij hebben een dictator, die twee mensen, die papa en zoon. En naast die jongens zijn hele jonge jongens, die zijn political prisoners, zeg maar, in Engels. En de dictator heeft de macht gegrepen van zijn vader toen hij was overleden. En nu hij wil het aan zijn vrouw en aan zijn dochter geven. Dus hij heeft al zijn vrouw vicepresident genoemd. Dus ja, oké. En wij wonen hier in Nederland. Ik woon in Amsterdam, hij woont in Groningen. En wij willen gewoon ons land bekendmaken en politieke situatie in mijn land ook bekendmaken. Heel veel mensen denken dat wij heel veel olie hebben, gas hebben en dat is een rijke land. Maar die twee mensen, zijn zoon en de familie is rijk. De rest van bijvoorbeeld de dokters en de artsen krijgen 200 manat, het is 100 euro per maand. Dus ik wil even goede informatie inleveren aan de mensen, zeg maar. Ja, oké. Dankjewel en tschüss en bedankt voor luisteren. İki Almanya vatandaşı Ararvat bizimle sohbet elədi. Biz çalıştık kısa bir müddette situasyonu başa salaq ve bu xoxanları, bak bu xoxanları tanıdaq. Bu xoxandı, vallahi xoxandılar. Ben korkmuram. Weet je iets over de vlag of iets? Over de vlag en over de mensen? Welke mensen? Die twee evils, Is dat de duivels. lange arm? Yes! İlham Aliyev met de lange arm. Met de lange arm, ja. Yes! De jongen weet... Hoe gaat het met hem? Gaat heel goed. Ja? Volgens hem gaat het goed. Maar hij doet heel slecht. Ja, hè? Hij doet heel slecht. dictator. Hij denkt helemaal niet over een land. Zelfs over zijn gezin, over zijn familie denkt hij niet. Hij denkt, zodra dat hij de macht heeft, Ja. dat is allemaal top. Ja. Maar hij doet heel slecht. Bijvoorbeeld die jongens. Wat voor effect heeft het, zeg maar, want jullie zijn hier? Ja, en wij zijn... Merken jullie er ook wat van? Of, Bijvoorbeeld, ik ben politieke activist. Ja. En mijn familie 3-4 keer achter elkaar was gearresteerd. Die hele familie. Ja. Omdat ik hier protesteer tegen die vader en zoon. Ja. En de zoon, Ilham Aliyev, heeft zijn vrouw vicepresident genoemd vorig jaar. Ja. Dus hij heeft macht gegrepen van zijn vader. Ja. En hij wil het aan zijn vrouw en zijn zoon doorgeven. Dus die jongens zijn aan het protesteren. Dit is de vader, hè? Die oude. Dit is de vader. En die twee jongens hebben de standbeeld dictator geschreven. Snap je? De woordgrap. ja. En 10 jaar Niet, cel. ja, precies. Niet een dag Allebei. komen. En deze jongen heeft alleen maar protesteerd tegen de dood van de soldaten. Dat is, wij moeten niet soldaten vermoorden. 6 jaar al in gevangenis. Hij is 28. Daar heb ik wel eens van gehoord. Gias, ja, ik heb het over. Zelfs de Amnesty International heeft een actie gevoerd met de jongens. En nu dan? Nu ze zijn 10 jaar in gevangenis en de internationale, zeg maar, organisaties bemoeien niet, omdat ze heel veel geld krijgen. En wij willen gewoon de gewone mensen bekend even kennis maken met dit allemaal wat gebeurt in Azerbeidzjan. Ik doe het met Shakir hier in Groningen, we hebben in Amsterdam gedaan en we hebben overal, in Ierland heb ik gedaan, in Duitsland overal. Dus bedankt, maar bedankt dat jij het weet. Dat hij Aliyev met de lange arm. Bilirsiniz, wacht even alstublieft. Bilirsiniz bu dostumuz ne dedi? Ben dedim onları tanıyorsan dedi ki ha uzun elli Aliyev. Teşekkür ederim. Tanıyor. Teşekkür ederim. Sağ ol, teşekkür ederim. Sağ ol, güle güle. Ha. Böyle neçə dəqiqədir canlıdayıq Şakir? Bizim ölümümüz meydanlardan çıxacaq, gözəl xalqım. Sadəcə bir az cəsarət lazımdır bizə. Vallah billah xalqımıza cəsarət lazımdır. Məmməd, Orduxan, ya İlqar Məmmədov, Emin Milli, Əli Kərimli, İsa Qəmbər,
Tək başına heç kim. Onların ətrafında 1000 nəfər, 2000 nəfər olsa da bizlərin ətrafında tək başına xilas edə bilməyəcəyik. Xalqımız, siz cəsarət toplayın, bu xoxanlardan xalqımızı xilas edək. Bu şeytanlardan, inanın mənə, bəlkə mənim danışıq dilimi bəziləri sevməyə, kimin adı nədirsə, kim nəyə layiqdirsə onu alacaq. Mübarizə ölümünə qədər gedəcək, ölümünə qədər. Çox xahiş edirəm, 77 nəfər bizə baxır. Heç olmasa 20'niz, 30'unuz durmadan bunu paylaşın. Xalqımız görsün ki, xalqımızın cəsarətli, ləyaqətli, dəyərli, vicdanlı, şərəfli oğulları, qızları Avropada və Qərb ölkələrində, dünyanın hər yerində Azərbaycanla bağlı hansısa informasiyanı verməyə çalışırıq. Və verəcəyik də. Bu xoxanları tanıdacağıq ki, artıq onları devirəndə heç kimin şübhəsi olmasın ki, onlar diktatorıdırlar. Xuyudaq. Belə diktatorun şəklini asmışıq, insanlar maraqlanırlar. Biz tam ortada olduğumuza görə Şakir, insanlar biraz qıraqdan keçirlər. Oraları da tuta bilmərik, çünki insanlara mane oluruq. Biz mədəni insanlarıq. Allaha da and içirəm, vicdanımıza da and içirəm ki, biz bu meydana Azərbaycanın azadlığı üçün atılmışıq. Tam səmimi olaraq, tam səmimi, pul üçün, mal üçün. Mənim şəxsən, Şakir də bilir, artıq yetərincə Azərbaycan müxalifəti və hətta İlham Əliyevin özü şəxsən bilir ki, mənim hər bir şeyim var. Mən heç bir maddiyyət üçün, heç bir atsan üçün, vəzifə üçün bunu etmirəm. İnşallah Azərbaycanda hakimiyyət dəyişiləcək və bunu biz 100% sübut eləyəcəyik. Görəcəksiniz. Bizim fərqimiz Əliyevlərdən budur ki, maddiyyət dayanaqda hərəkətlər eləmirik. Bəli, fərqimiz budur. Azərbaycanın parlaq gələcəyi onun xalqının əlindədir, insanlarının əlindədir. Hey, dag, weet je van welke land is de vlag? Nee? Ik denk. Ja, zeg maar, kleintje, zeg maar, in de camera. Ja, denk maar. Kom! Ja, kom, moet je niet lachen. Zeg maar, wat denk je? Eén woord, één land, één land. Wat betekent dit, denk jij? Maan, halve maan. En de ster. Op welke vlaggen komen halve maan en ster? Op welke vlaggen, denk maar in de wereld, als je over de vlaggen weet. Canada heeft geen halve maan en ster. Canada heeft de blad van de eikboom. Azerbeidzjan. En die twee zijn de dictators van Azerbeidzjan. Die twee duivels, Aliyevs. Oké, dag. Jij weet niks over Azerbeidzjan. Hoe kan dat? Hey, freedom, vrijheid. Jongens, vrijheid voor de wereld. Wij moeten redden de wereld van de evils. Deyirəm ki, bu şeytanlardan dünyanı xilas etməliyik. Bunların yarattığı Worldwide Criminal Network is setting under the threat all the world. Dedim ki, bunların yarattığı kriminal şəbəkə dünyanın hamısını qorxu altına alıb. Bunlardan xilas etməliyik. Wilt u iets zeggen? Nee? Wat weet u over de vlag? Okey, bedankt. Heç nə bilmirlər. Azərbaycan haqqında heç nə bilmirlər. İnformasiya verməsəm heç nə bilmirlər. Bu Əliyevlər nə qədər yalancı hüllükçüdülər ki, bunların çilədənliyini dağıtmaq lazım. Ne Şakir? Pətənəklər. Vallahi bunlar, xalqımız yığışıb bunların pətənəyini dağıtmalıdır. Paylaşın gözəl xalqım. Qorxmayın. Allaha and olsun o ki sizi girib Messengerdə zadda qorxudurlar ha. Hamısı, hələ onların çoxu heç bilmək olmaz ki, hakimiyyətə işləyir, kimə işləyir. Özləri də heç bilmirlər. Sizi qorxudurlar ha, boş verin onları. Vallahi boş verin. Onlar hamısı axmaq adamlardılar. Əsl
Azərbaycanlı bunu paylaşar, sosial şəbəkədə aktiv olar. Trollara fikir vermir. Trolları bir adam oturur, kompüter 10 dənə kompüteri qoyur qabağına, bir dənə mesajı yazır, knopkaları belə basır, 100 dəfə mesaj gedir. Ona yani narahat olmuyor. O boş şeydir hamısı. Ha, onlar İlham Əliyev bizdən qorxmalıdır. Oğru odur. Biz niyə qorxuruq ki? Mehriban Əliyeva, Paşayevlər bizdən qorxmalıdırlar. Xalq hakimiyyətdən yox, hakimiyyət xalq. Bana. Çünkü biz hakkımızı istiyoruz, onlar bizim hakkımızı yeyirlər. Sen hakkını yiyen adamdan niye korkmalısın? Kardeş, dursan yıkasından Şakir'in, bak belesini. Sen benim hakkımı yersin Şakir. Tut yıkamdan Şakir. Tut korkma. Bak böyle. Ha, biraz yumor katmak lazımdı ki bize şey kimi bakmasınlar. Musikimizi istəyirsən bir dəfə də qoşaq. Sen canın. Deze twee jongens weten alles. Over Azerbaycan. Over mijn land. Van welke vlag is dit? Ha? Ha? Nee, echt, eerlijk. Dus serieus. Weten jullie iets over die mensen en over de vlag? Ha? Nee, Turkije. Naast Turkije, Azerbaycan. Wat weten jullie over Azerbaycan als een land? Ja, veel weinig. Ik ken Ja, olierijke land. Hebben jullie ooit gehoord? Over de president met de lange armen? Aliyev? Ook niet? Sonra da dersiniz ki biz Azerbaycan'ı tanıtmışız. Jonge studenten zelfs weten niet waar is Azerbaycan. Wat moet ik nu zeggen? Azerbaycan'ın harda olduğunu, ne olduğunu hiç bilmirler. Siz de dersiniz ki biz Azerbaycan'da 30-40 student var. Onlardan da belki bir 70-80 faizi devlet hesabına işleyirler. Niye tanıtmırlar Azerbaycan'ı? Ne var ki tanıdalar? Korkularından giripler o püştele, hostele ki birden bizi küçede görerler, üniversitetten atarlar. Yox, qab kürü paylamaqla məşğullar hələ. Jongens, bedankt dat jullie niks weten. Maar sowieso, wij moesten het vragen. Als ze niet weten, dan sorry. Ja, sorry. Ja, Azerbeidzjan is olierijke land Ja. in de Caucasus, voormalige Sovjetland, Sovjet-Unieland. En nu in de handen van de familie van dictators, de family of dictators, Aliyevs. Zijn vader was KGB-generaal, KGB-agent, ja, in KGB, in Sovjet-Unie. En hij was overleden in 2003 en zijn zoon heeft hem in de koelkast gezet. Kan je je voorstellen, voor 6 maanden. Zodra dat hij president was, daarna hebben ze begrafenis gehad. Dus dat is allemaal zo'n bam bam bam. Dus die 3 jongens, Bayram, Giyas en Ilkin, zijn political prisoners, zeg maar. En die 2 jongens, Bayram en Giyas, hebben de standbeeld van de vader, even dictator geschreven en zeg maar, woordgrapje gemaakt. 10 jaar allebei. Ja, 10 jaar cel. Weet je waarom? Overal, bijna op elke straat staat standbeeld van de vader. Lijkt in Noord-Korea of zeg maar wat. En ze waren zat. En ze hebben iets geschreven en 10 jaar gevangeniscel. En de andere jongen is al bijna 7 jaar in gevangenis. Hij was 21 en nu is 28. Hij is nog steeds in gevangenis. Maar wij hebben nog 170 politieke gevangenen. En heel veel asielzoekers. Politieke asielzoekers overal in de westerse landen. Dus bijvoorbeeld in Duitsland, wij hebben duizenden. In Nederland hebben wij 12.000 Azerbeidzjanen. 98% politieke asielzoekers. En sommige studenten, maar ze gaan nooit naar Azerbeidzjan terug. Ze krijgen een diploma hier en ze zoeken een baan en blijven hier. Ja, dus daar blijft het gewoon. Ja. Dus van de duivels. Kijk maar. Ik heb een duivel gemaakt. De rest van de politieke gevangenen, kijk, de foto's, kleine foto's, die zijn allemaal voor de vrije mening. Dit zijn allemaal Ja. mensen die gevangen Ja, ze zitten allemaal in gevangenis. Ja. Ja? Dus informatie is genoeg. Qardaşımız Azərbaycanlıdır. Dag. Tələbədir. Salam. Çok güzel. Sağ ol. Adınız nedir sizin? Nikita. Nikita. Rusçam. Ancaq Azərbaycanca danışıram. Hamıya salam. Gördünüz mü? Nikita geldi, Azerbaycanca da danışır. Nikita, Azerbaycanca ne düşünürsen bu atabaladan? Yo, mən heç nə demirəm.
Evet, siyasete karışmıyor. Gördünüz mü? Ben ya student here. Ve Ya? verme. Student sen. 3 haftadan sonra Azerbaycan- Bakıya gelirim. Buna göre hiç ne demirəm. Eşittiniz mi? 3 haftadan sonra Hollandiyaya tələbə kimi gəlib. Bax bu nə deməkdir? Bax, buna Yəni görə demokratiya bax buna yox. görə, bax bunların haqqında heç nə demək istəmir. Halbuki Nikita hər şeyi bilir. Мы знаем, что ты все знаешь. Ну, не можешь говорить. Спасибо. Хотя бы подошел. Я ничего не знаю, я просто флаг увидел, Да, чисто порадовался, да. что за страну. Хорошо, что подошел. Многие, которые меня... Ты меня знаешь вообще? Нет. Ардухан меня зовут, и активист, и там блогер. Назови меня как хочешь. Я воюю против диктатуры в Азербайджане, против этих кланов, которые воруют все наши деньги азербайджанские. И бесстыдно, понимаешь, бесстыдно, не стыдясь, они воруют. И не считаются ни с кем. Поэтому мы протестуем везде, во всех странах, во всех городах. И поэтому вот мы здесь сегодня в Хронингене. Спасибо, что подошел. А другие, которые вот это увидят, они не подойдут. Я слышал, что 50 студентов здесь из Azerbaycan'a. Bu arada Groningen. sağ olsun ki de bayrağı gördü geldi. Deyirəm da ben onu deyirəm da. Sağ olsun Nikita ki bayrağı görüb gəlir, amma demir heç nə. O da öz işindir. O da öz işindir, amma desən yaxşı olar. Я ничего не знаю, поэтому ничего Ну сказать. ты же живешь в Баку. Живу в Баку. Ну а как ничего не знаешь? Ты молодой парень. Я в школе учился, баскетболом занимался. Я Ну хорошо, все, особо баскетбол это хорошо. ничем не занимался. Я ничего не могу сказать. Ни хорошо, ни плохо. Как бы. Живем, радуемся. У родителей все хорошо, самое главное. Хорошо. У меня есть коронный лозунг. У всех в двери будут стучать. Herkesin kapısı döyülecek. Nikita, клянусь тебе, Шакир здесь, и твои двери будут стучать. Люди этих диктаторов. Ну, это твое мнение. Я тебя не могу заставить что-то сказать. Ты сам можешь решать. Но много-много, почти миллион азербайджанцев в твоем возрасте, которые живут очень плохо и не могут выезжать с Азербайджана, и у них денег нет, и у них работы нет, и они даже нормальное образование не могут получать. Поэтому закрывать глаза на все происходящее, это плохо. Но на самом деле, если ты не видишь это уже другой вопрос. Здравствуйте. Goeiedag. Willen jullie iets zeggen? Geen idee. Waar staan we hier voor? Wat voor vlag is dat? Uit welk land? Azerbeidzjan. Yes! En wat meer jullie weten? Hoe heet u? Ze spreekt geen Nederlands. En beetje. Какой язык? English? You speak English? Okay, and you can speak English? So we can speak English. So, the country is Azerbaijan. So you know, and you know that it's Azerbaijan. Did you ever hear about these two people? Anything? No. This is KGB, former KGB general, the Soviet Union, KGB general, and this is his son, Ilham Aliyev. His name is Heydar Aliyev and Ilham Aliyev, and he came to power in 1993. But before the independence of Azerbaijan by Soviet Union, he was still at power in Azerbaijan and in Kremlin. So he took the power in 1993. He used a situation that the Soviet Union collapsed, and he got the power because he had a lot of connections. He could play very good because he was a KGB general. In 2003, he dies, and his son Ilham Aliyev, this evil, puts him in refrigerator. That people, I swear, he was 6 months dead body in refrigerator because he wanted to grip the power. Otherwise, he could lose the power. Different clans could take the power. So he puts his father, and the nation is relaxed. He is somewhere in Cleveland, in America, in hospital. His father, and nation says, okay, the great father is in hospital. He will be back. Everybody is relaxed. He makes connection with Russia and with different countries. He gets the power, and then he says, oh, sorry, my father was died. But before was known that he is already in August
died. And in December was funerals. So this evil now tries prolong his power, his government, doing what? He nominated or appealed his wife, first lady, as a vice president. And his son is 22 years of age now, so-called he's in Azeri army, you know, and he changed the constitution, so-called referendum. Yeah. So he changed the constitution, and you know what did he add to the constitution? If you are 18 years of age, you can be a president. But in the law was, if you don't have university education, high education, you can't be a president. How can 18 years of age someone have a high education? I mean university education. So he's playing with constitution, with the nation, with the country, everything. And we have 170 political prisoners. See? 170 political prisoners, and these guys here, these three guys, he, Bayram and Giyas, they have in Azerbaijan the stand-built, the monuments of this evil, like a great father. And these guys were just here of these monuments because they put it all the streets, parks and everywhere. And they put Aliyev is dictator and some kind of crest or something, and they got 10 years cell. The accusation was that they had 1 kilo heroin in his house, and the heroin was, when they invaded the house, but it was not heroin even, sugar powder. Can you imagine? And the mother of this guy later, hey, it is sugar. And they made a show in front of people in the television. Oh, they had 1 kilo heroin. What kind of 1 kilo heroin in your house? Why would you do that? And this guy was protesting against the soldiers, that we shouldn't have soldiers to die. And he is 6.5 years in prison. He was 21 and now he is 28 and he's still in prison. And we are trying to protest against these evils, the family and the clans and everything, and to make people a little bit wiser in the Western countries that something is happening, something is happening. So we do it in every city, every Sunday, and we, some political activists and bloggers, organize Hour of Solidarity in Azerbaijan, that people should stand up and fight for their rights. And people are afraid, I understand, and we are doing this already 6-7 weeks, and people still afraid, and we don't get much support from the other political activists, but we still do it in different countries and in different cities. Amsterdam. Thank you very much for listening to me. Thank you. Is there anything what do you think people should do? You can talk. You can go to Google and dictator Ilham Aliyev or Heydar Aliyev. You can get an information and send it to your friends, even to political active people. For example, political parties and organizations, Amnesty International, Freedom House, kind of things you can do. Okay, thank you very much for listening. Thank you for doing this. Okay, thank you. Thank you. Bunlarla da biraz danıştık. Çok sağ olun. Bye bye. Biraz İngilizce başa saldım bacardığımız kadar. Çok xahiş edirəm, çox xahiş edirəm, çox artıq dərəcədə xahiş edirəm. 98 nəfər baxır bizə. Paylaşın. Bu, yani bu, bir daha deyirəm. Bu mənə heç bir pribul gətirmir. Mənim dərdim Azərbaycanın azadlığa qovuşması dərdidir. Gözəl xalqım. Allaha and içirəm, vicdanıma and içirəm. Facebook'ta bunu paylaşmağınız, başqalarının görməsi mənə heç bir xeyir gətirmir. Onda ancaq mən ona nail oluram ki, bir nümunə olaraq dünyanın hər yerində Azərbaycanlılara göstərirəm ki, Şakirlə bu soyuqda, bu yağışda, bu küləkdə, burada, Groningen şəhərində Azərbaycanda baş verənləri
insanlara çatdırırıq. Sabah İlham Əliyevin başına Azərbaycan xalqı torba keçirəndə Əfqan muxtarlığının başına o keçirdiyi kimi. Torba keçirəndə deməsinlər ki, Azərbaycanlılar nədilər. Nə bilim, barbardılar, nədilər. İlham Əliyev Peyğəmbər övladı idi, onun başına torba keçirdilər. Biz deyirik ki, İlham Əliyev şeytandır, diavoldur və ondan xilas olmaq üçün biz xalqımız olaraq əlimizdən gələni etməliyik. Özünüz də gördünüz də, tələbə sözü, haqq sözünü deyə bilmədi ki, mən Azərbaycan qaydamda, yəni bilir hakim. Gördünüz mü Nikitanın danışdığını? Dedi, deyə bilmərəm. Mənlə burada danışdı, ortadan burada, yəni Holland vətəndaşlarla danışdı. Mənə dedi ki, mən deyə bilmərəm. Gördünüz mü? Bax, belədir. Görün, 21-ci əsrdə bizim gənclərimizi nə günə qoyublar ki, bu, sonra da deyəcəksiniz ki, İlham Əliyev belə elə. Bu xoxandır da, insanları qorxudan xoxan, div. Vallahi da o nağıllarda nənəmiz deyirdi, div gəlib səni aparacaq. Budur da. Siz niyə qorxursunuz, gözəl xalqım? Şəhid ailələrinin pulunu yeyirlər, bunu eləyirlər, onu eləyirlər. Qardaş, istədiklərini eləyirlər da. Amma mən ölümünə gedəcəm. İlham Əliyev mənim üçün xoxandır. Vəssalam, qorxmuram. Atasından hakimiyyəti ələ keçirdi, atası. Qoysan musiqini bir də. Bir də musiqiyə qulaq asaq, xahiş edirəm, çox artıq dərəcədə xahiş edirəm. Paylaşın. 123 nəfər baxır, ən azından 100-ünüz bunu paylaşın. Amma bu mahnı məni doğrudan aparır Şakir. Vətənim üçün bilirsiniz, burnumun ucu göynüyor, ucu. Xoxanları devirəcəyik, gələcəyik, vətənimizi quracağıq. Allah haqqı, sizin köməyinizlə, gözəl xalqım. Əhri tərk edəndə yolunda. Willst du dansen? Beter dansen? Willst du iets vragen? Waar is het voor? Vlag. Van welk land is dat? Azerbeidzjan. Azerbeidzjan. En wij hebben een dictator. Waar is dit? Het is in Facebook. Right now, 137 people watch us. You will be famous in Azerbaijan. Yes. Yes. Say hello to Azerbaijani people. Hi. Goeiedag Azerbeidzjanen. Groeten van Groningen. Ja, inderdaad. Çok güzel. Dankjewel. Kan kijken hoor. Ja, als je vragen kan stellen hoor. Həmrəylik saatına çıxmağı unutmayın. Həmrəyliyimiz bizi azadlığımıza aparacaq. Mən bunu elə-belə deməmişəm. Qorxu hissin. Yarı yerde tordadır. Dankjewel. Dag iedereen dag. Ceyranlara getir can çayre. Wilt u iets vragen? Ja, we hebben een beetje haast. Mijn collega's waren er. Kunnen jullie vragen? Jullie zijn ook aan het demonstreren, toch? Oké, dat is helemaal super. Oké, zeg maar, wat moeten wij voor jullie doen en wat kunnen jullie voor ons doen? Go vegan. Goed weekend? Vegan. Vegan. I'm vegetarian. Nice. I eat a little bit fish twice a week, but I am not eating meat at all. But it's my protest against killing the animals. Not for my health, not for long life. This is against killing. I am vegetarian and I don't eat meat already 11 years. I refused 11 years ago. Did you know that all dairy cows are killed once they don't produce enough milk anymore? I know. I know everything. How they produce the eggs, how they put the chicken 1, 2, 3, 4 and they eat their own shit. I know this all. Because of this, I think it's not human. If we are intelligent, if we can think, and if we can survive without meat, is the best. Plant-based is the best. I support you. I'm vegetarian. He can say, Shakir, say it. I'm vegetarian. Man. Ya, he is vegetarian, ya. We believe him. Bu dostlarımız vegetarianlığı dəstəkləyirlər. Vegans. But it's very difficult actually. We try the challenge, okay? There's a challenge on the card. Challenge Okay. We're gonna try to Okay. I will go. vegan for 20 days. I will look at this. Okay, But nice. to be honest, I can't be a vegan.
I'm a sporter. I'm training hard. I need some eggs. I eat a lot of eggs. Champion is vegan. They're cutting your arteries. You're gonna 10 die eggs from a day. eggs. I'm You are killing gonna die 10 from eggs. chickens. You're gonna run so fast if you stop eating eggs because you're killing your arteries. The recent Olympics, there's been a record of athletes going vegan. And Then they've I have to broken their own use a lot of records. steroids. And the No, steroids. Please. Okay. I support your action. And do you support my action? Yes, of course. What do you know? You all, I told already to two of you. What do you know about Azerbaijan? I've read. I get an English magazine, a political magazine. It talks sometimes about Azerbaijan, the dictators. Long arms of the dictators. Yes. This father and son. And the family and the clans, big clans, Yeah. the oligarchs And in the Azerbaijan. British government try and support them and things. And the British government. These guys, and we have 170 political prisoners. You see that? 170 pictures. Yeah. Because Journalist or these two guys are very intelligent guys, students. Do you know what they did? The monument of this evil, this so-called great leader, are everywhere in Azerbaijan. Every street, every park, every city, every village. And this guy got sick of this and he put some, you dictator, you shit. And they put him 10 years in prison, both of them. And the accusation, you know, drugs. Okay. 1 kilo heroin. And the heroin later on was known that was sugar. Can you imagine? And his mother took where was the heroin and she did this. This is sugar. And they put in the television, these two guys were drugs dealers. Can you imagine? Shame on these two. And this one is rotten already. Yeah. We don't know even if they put him in the ground. We don't know. Maybe he disappeared somewhere. But this is living still and terrorizing all the country. He called his wife, nominated his wife as a vice president last year. No, we don't have any cards. We do these kind of actions in every city, and in every country if we go. You know, we want to spread information about this country and about this family, that these guys are terrorizing my country, my people. Yeah. See, my nephew, 19 years of age, was arrested twice, Tural. Okay. She got it. Can you show it in the picture? Görün. Tural'la mənim şəklimi tapıb. Oh, you can't see it. maybe closer. Yeah. Gördünüz mü? Bax belə, gözəl xalqım. Okay, so Guys, I love you. Thank you very much for your support. I support veganism. I can't be a vegan. I am vegetarian. As long as I am vegetarian, it's enough. check out the cards. Okay. I have it. Thank you. Bye. Dostlar, xahiş edirəm, paylaşın. Mübarizə meydanına atılmaqdan qorxmayın. Mübarizə meydanına atılmaq, Şakir, bunlar elə bilirlər ki, mübarizə meydanına atılmaq, əlinə bir dənə qılıncal, Çinqaçuk kimi çıx orta. Yox, kim bacarırsa, sivil qaydada kimsə qılınca alacaqsa əlinə, alsın da qır. Mən ona cavabdeh deyiləm. Herkes özünden cevap değil. Kimin gücü nəyə çatırsa onunla. Sizdən xahiş edirəm, artıq dərəcədə xahiş edirəm. Videomuzu paylaşın ki, cəsarət meydanında olanları gənclərimiz, oğullarımız, qızlarımız görsünlər ki, biz heç kimdən qorxmuruq, meydanlardayıq, yaşadığımız yerdə. Hollandiyada 12 min Azərbaycanlı yaşayır, Almaniyada nə qədərdir? 300 min idi, yoxsa 200 min idi. Bütün Avropada 1 milyon Azərbaycanlı yaşayır, Rusiyada 3 milyon Azərbaycanlı yaşayır. Mənim etdiyimi təkrar etmək lazım deyil, amma bacardığınızı edin. Hak yolundayız. Bəli, haqq yolunda. Bu yolda ölmək də var. Bunu bilin. Ama ölmeyeceğiz. Öldürmeyene kadar ölmeyeceğiz Allah bilir. Qoy oxusunlar Şakir. Neçə dəqiqədir Şakir canlıdayıq? Çox xahiş edirəm. 175 nəfər baxır. Paylaşın.
Sadece knopkanı böyle basın, cemaat yayılsın da dünyaya ki biz qorxmuruq İlham Əliyevdən, Heydər Əliyevdən, Kemaləddin Heydarovdan, nə bilim Ramiz Mehdiyev Xoxanından, sonra nə bilim Ramil Usubovdan, heç kimdən qorxun. Batareya ölür. 5 dəqiqə. 45 dəqiqədir. Hə, indi keçəcəyik 10 dəqiqəlik Instagrama, bağrıma basıram. 188 nəfərin 188-i də xahiş edirəm, 195. Bunu paylaşın. Biz keçiriyində Instagramdan bir 10 dəqiqəlik canlı yayım edəcəyik. Çünki Instagramda olan izləyicilərimiz birdən elə olur ki, Facebookda bizi görə bilmirlər. Dostlarımız maraqlanır. Weten jullie over Azerbaijan iets? De vlag? Ik heb iets over het nieuws gehoord. Ja? Nieuws. Kijk. Hollanda'nın çocukları. Wat is er dan precies? Het is een demonstratie, kleine demonstratie. Ja, en wij protesteren tegen de dictator. De dictator, en dat is de vlag van Azerbeidzjan. En wij proberen in Nederland de mensen bekendmaken over wat gebeurt in Azerbeidzjan, over de dictator en over Azerbeidzjan. Oké? Dat is Ilham Aliyev en de Heydar Aliyev. Heten ze zo? Ja, Heydar Aliyev en Ilham Aliyev. De evils. Oké, wij. Doe maar groeten naar Azerbeidzjan. Salam. Doei. Doei.